hoş gördük hər birinizi. Bugünləri sizə Dəyanət 5-ci sinif yeni nəşrdən mövzu 33'ü izah edəcəm. Onun kəsirlərə aid bərabərsizliklər. Keçən dərsimiz kimidir? Keçən dərsə adi natural ədədlər üzərindən işlədik. İndi isə onluq kəsirlər üzərindən işləyəcəyik. Qaydalar eyni gedir. Sadəcə burada sənə deyir ki, natural həlləri, yəni onluq kəsir götürməyəcəksən, bərabərsizliyə həll edərsən, həmin aralıqda hansı natural həlləri ödəyib onu seçəcəksən. Ən kiçik natural ədədimiz nədir? 1. Ən böyük natural rəqəmimiz nədir? 9. Ən böyük natural ədədimiz nədir? Sonsuz. Ən böyük natural 2 rəqəmli ədəd? 99. Ay sağ ol. Yəni ki, bu sadə sualların cavablarını bilirsiniz maşallah. O zaman başlayaq. Mövzu 33. Mövzu 33. Yenə də həmişəki kimi tək nömrələri izah edərəm. Hamı mənə diqqətlə qulaq assın. Evdə videoya baxacaq. Artıq bu qaydanı aparırıq. Yaxşı mı? Sonra ekranın kaydını da götürüb şəkilləri atarıq. Yaxşı? Birincidə 4,2x kiçikdir 13,6-dan. Dedim, xəyalınızda düşünün ki, bu bərabərdir. Bərabərsizliyi bərabər kimi görün, amma bərabər yazmayın. Mərcul vurğun tapılma qaydası nə idi? Hasili məlum vurğa böləcəyik. Burada da onluq kəsirlərin bölünmə qaydasından istifadə edərik. Əgər bölənimiz onluq kəsirdirsə, biz onu mütləq nəyə çevirməliyik? Natural ədədə çevirməliyik. Natural ədədə çevirmək üçün də onun mərtəbə vaidinə vurmaq lazımdır. Mərtəbə vaidləri də nədir? Demək dedi ki, onluq kəsirə bölmədə böləni natural ədəd eləməliyik. Natural ədəd eləmək üçün də biz onun neçə dənə onluq işarəsi varsa, onun sayı qədər 0 olan mərtəbə vaidinə vurmalıyıq. Mərtəbə vaidləri də nədir? 10, 100, 1000 və s. davam edirik gedir. O zaman bunun bir onluq işarəsi varsa, mən bunu 10'a vuracağım. İndi bir dəfə yazacağım, hər dəfə yazmayacağım bu sözü. Yaxşı, özünüz artıq öz beyninizdə bu işləmi aparın, qaydasını aparın. X kiçikdir 136 bölünsün 42. Burada məqsəd böləni natural ədəd eləməkdir, bölünəni yox. Bölünən onluq kəsir qala bilər. Onda x kiçikdir 136-na 42'ye böləndə 3 dəfədir də. Tam bölünmür. 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 Yox. Bircə dəqiqə. 136'nı 42'ye bölək, 3 dəfə eləsək 6, 12, 13 niyə bölünür də? Mənlə. Ay, onu niyə qışqırırsınız? Bir də nəxi yadımızda Qışqırmayın, qışqırmayın. Haykü eləməyin. Niyə qışqırırsınız? 10, vergül atırıq bura. Heç vergül atmaq lazım deyil. Gəlin belə eləyək. Qulaq asın, gəlin bunu mən kəsirlə yazacağım. Buna qoy, yox, bunu siləcəm buradan, belə eləyək. 136 bölünsün 42. X də kiçikdir 3 tam 42'dən 6, 126, bu da qalır 10. İxtisar eləyəcəksiniz, x kiçikdir 3 tam 2 ixtisar gedəndə 21'də nə qalır burada? 5. İndi bacardığın qədər elə, əslində səndən natural həllər soruşduğuna qədər heç ixtisar eləməyə ehtiyac da yoxdur. 1'dən 3 tama qədər gəlibdir, 3 tama aşıbsa, deməli mən burada nə yaza bilərəm? 3 yaza bilərəm. Onda yazarsan ki, x bərabərdir 3, 2 və nə? 1. 3 dənə natural həlli var. Üçüncü sual. 2,5x plus 6,4 kiçik bərabər 45,2. Yenə də eyni qaydanı tətbiq eləyəcəyik. Sadəcə bunu dəyişmirik. Amma bunda nə var? Bərabər görürsünüz. O deməkdir ki, nədir? Qeyri ciddidir. 45,2 çıxılsın 6,4. 2,5x kiçik bərabər. Deməli, 12'dən 4 çıxanda qalır 8. 38, 14 düzdür, 38. X bərabər kiçikdir, bərabərdir. 38,8'i böləcəm 2,5'e. 2,5'də bir dənə onluq işarəsi olduğu üçün 10'a vuracam onu. 10'a da vuranda x kiçikdir, bərabərdir. Bunu da vururam ona. Bölünsün 25'e. Tez belə yazırsınız. 17. Sakin. 8, 125 bölünecek 4, 6. 13 kaldı. Aycan? 155. Ha, mən
Mənə nə olurdu? Ben Mən 5'e niyə vurma. hesablamadım? Mən niyə hesablama Mən beşə səhv vurma edirəm? alsın. Yaxşı, hə. Mən yəqin hələ yorğunum. 13. 13 qalıbımız qalır, belədirmi? Bəli. O zaman mən belə yazaram da bunu. X bərabərdir 388 bölünsün 25. Kiçikdir bərabərdir. Kalanda yazırıq şeyler. Neçə tam eləyir bu? 15 tane. 15'ten 25'ten. 15 tam 25'də 13. 15 tamı nə eləyib, keçib. Deməli mən yazaram ki, x bərabərdir 1-dən neçəyə qədər? 15'də daxildir, onsuz da daxil götürəcəm çünki 15 tam neçədir. Ən kiçik həlldəsə 1, ən böyük həlldəsə 15. İndi gəlin yazaq 5-cini. Sən nəsə demək istəyirsən? Nədir? Vurma. Alt-alta vuraq bunu. 32, 3 yadda, 16, 19, 9. Bu nə qədər eləyir? 8, 4, 2. 2, 7, 3, 4, 3. 2 onluq işarəsi var. X böyükdür 34'dan 72'den. 50 o zaman mən x'i yenə nə qoya bilərəm? Neçədən başlayarım natural Birden ədəd? 34'e kadar. Yok. Ha 34'ten sonrası Bəli, 34'ü götürərəm, götürmərəm. götürmeliyiz. Çünkü ben eğer onun altında yani qeyri ciddi olsaydı onu da götürebilirdim. Oldu. Nə eləyəcəm? Geriyə əməl eləyənə qədər mən bəzi rahat görəcəyim əməlləri burada yazıram. 18 tam %55 toplamadsa nə eləyəcəm? Çıxacam. Bölmədirsə nə eləyəcəm? 25'i 4'e vuranda 0, 0, 1 yadda 36, 37. Sonra 37, indi belə yazım qoy. 0,4x minus 6 kiçik bərabər nədən? 37'dən. Onluq kəsrə bölmədə demişdim ki, bunu elə ədədə mərhəbə vaiddən vurmalıyıq ki, buna olsun, natural ədəd olsun. Onda 10'a vuracağım da 430 bölünsün nəyə? 4'ə. Aysa. Burada da belə yazılmaq. Sakit. Belə yazaram ben. Bir dəfə 0 3 bölünmür, hə? 30 107 28 2 atacağım bir virgül 5. X küçük bərabər 107 tam, onda nə? 5. Onda x burada hansı ədədləri ala bilər? 1'den 107. Birdən 107. 107'ye qədər. 107'den özde dahil. Bəli, özü daxildir, olsa 107'ni keçir də. Vuruq hasil, düzdürmü? Mərcul vuruğu tapmaq üçün hasili məlum vuruğa böləcəm. Əli, Ben necə eləyərəm burada? 1,8 ilk önce 0,45'e bölürük. Eləyir 4. Necə böldün? Nə elədin böldün? Ya ilk önce ben baxırıq ki, ilk önce biz böyle orada bölən baxmarıq. Aha. Böləndə görürük ki, 2 dənə onluq işarəsi var. Ona görə 100'ə vururuq. 1,8'i vuranda 100 eləyir 180. 0,45'i də vuranda 100'ə eləyir 45. Sonra 4 eləyir. 180 45'e böləndə 4. Sonra orada çıx olduğu için biz topluyoruz. 9x bərabərdir 18, x bərabərdir 2. Uşaqlar bura baxın. 2 və 2-dən böyüklər. Onda 1 və bununla... 2. Sən niyə həmişə tərcih 2 edirsən? sona kadar. 2 ola bilər, 3 ola bilər. Dur, sən bu boyda işi görürsən, gəlib bunu işarəni nəsə çaşdırırsan. Gözəl. Yenə də burada nədir? Çıxılandır. Yəni x'in qabağında çıxma var. Mərcumuzun qabağında çıxma var. De Məhəmməd. Ben orada bize şeyde 4x ikisidir beraber. İşarəni dəyiş. Ha iki şaran değiştirerek 40 tamam. Ondan 12 çık ondan 12. Sən çox elə oxuma. Sən deyirsən ki, Məhəmməd 40,12'dir. Tamam. Oxumaq səni qarışdırır beynini. Aha, 4x böyük bərabər. Beraber dedim ben o 30 da 30 ben vereceğim. 40'dan 10 çıxanda neçə eləyir? 30.
Əlbəttə ki, bunun mənası var mı? Yoxdur. Nə edəcəm bunu? Siləcəm. İndi x böyükdür, bərabərdir. Danışmaya. Mənim aya deyək siz hansı bir şeyi seçərsiniz? Harda? 32 yeni 16 0 2 yazmaz. Eyb yox, belə göründü. Eyb yox, da silməyim. Yaxşı. Onda bunu bölək. Məmə 7 tam onda 2 numara 3 tam. Yok ben gir hatırlamıyorum. 7 onda 3. 7 tam onda 3. 7 tam onda 3 olmaz. Oo, 7 tamam. Hə, 7 olmaz. Mənim 7 tam onda 3. Olmaz. Sakit, olmaz. 7 tam 50. 2 olur. Yok. 30 bilmiyorum. 7 tam 5 yok. Ben uzun yedim. 7 tam 525. Ay Allah ne kadar? 7 tam 525. nə qədərdir Asiya? Ben burada Əldə də əgər 4-ə bölünürsə, 5-ə bölünürsə, 2-yə bölünürsə onun sonu var. Demişik də, onluq kəsir ola bilir. Amma o ikisindən fərqli, 2 və 5-dən fərqli nəsə görsəniz, deməli o sonlu deyil. 7'den sonsuza Sonsuzdur. kadar. Bəli. X 7. İndi x-i nə qoyarsınız? 7'den sonsuza. Belə gedir. Yazırıq 13 idi yazdım, indi yazırıq 15. Ha, bunu değil. Bunu mənə Ayan desin, xeyr, Ayan. Ayan çox istəyir mənə. Buyur Ayan. De görək. Ben burada... Tez. Asiya de. Ben 45 tam orada işarəni değişti. Orada ben çıkılan 0,6 x'tir deyənə işarəni değiştirir yəni. 45 tam %72 çıx 0,6 x. Bunu tapmaq üçün bundan bunu çıxırsanız. İkisindən çıkmaq olmur. Saçdım. Ondan sonra 72-dən 24 33 çıxanda tam. 8, 6-dan 2 çıxanda 4. Mən niyə virgül qoyuram? 4. 45-dən 12 çıxanda neçə eləyir? 33. X beraberdir 33 tam %48. Bərabər yox, böyük bərabər. Ha, 3 beraber böyle 0,6. Aha. Bunda nə edəcəm? 6-ya böləcəm. Bunda- Belə deyil. Bəli. Mən niyə 10 bölürük ki? Vurdum da elə. Hə. Yaxşı, 6-nın içində 3 olduğu üçün ola bilər tam bölünməsin. Amma ədəd özü o bəlkə 6-ya bölünür. Bəlkə ədəd özü rahat bölünür. 5 tam onda 8. Uşa böldülər maşallah. Görsən? 5 tam onda 8. Təşəkkür edirəm. İndi nə olacaq? X nəyə bərabərdir burada? X 55,8-dən Mən 55-dən sonra. Qızım, dinləmək qaydası olmalıdır. Biz natural ədəd deyirik. Ben 55'ten Tamam. sonra Sən söyledim. deyirsən 55,8-dən. 55'ə aşıb artıq. Sən natural ədəd axtarırsan. Ona görə yazırsan ki 55, 56 və s. gedir. Yaxşı? Buyurun. Keçən dərsdə bunu sizə izah eləmişdim. 2 qat bərabərsizliyi nədir? Elə etməliyik ki, bərabərsizliyin ortasına tək bir dənə x qalsın. Bu bir. İkincisi, sağ-sol əməllərimizə diqqət eləməliyik. Əgər məchul azalandırsa, salam ol. Azalandırsa bunlar gör eləmək qaydasını artıq bilirəm də. Bu olmasaydı nə edirdim? 20,5-in üstünə bunu gəlib böləcəkdim. Düzdür? Eyni işləmi bunun üzərindən də aparım. Onda birinci mən 0,5x-i saxlayam. 20,5 üstə gəl 4,4. 14,6 üstə gəl 4,4. 0,5x kiçik bərabər 20,5 ilə toplayanda 4, 24. 9, 24. Düz elədim? 29. Hə. Burada neçə olur? 10, 18, 19. Uşaqlar bunu yenə də x eləməliyəm. Düzdürmü? Biz demişik ki, elə etməliyik ki, ortada tək x qalsın ki, işimi görür. Yeni 5'e böləcəyik. 0,5'ə böləcəyik. 24,9'u nəyə böləcəm? 0,5'ə. 19'u da nəyə böləcəm? 0,5'ə. Mən bunu nə eləməliyəm? 5 eləməliyəm. Düzdürmü? 5 eləyəndə 249 bölü 5. 49 tam. 190 bölü nə? 5. 49
X qalır burada. 190'ı 5'e rahat bölebilirəm də, düzdür? 15'in içində 5 neçə dənədir? 3 dənə. Burada nə qaldı? 15 çıxanda nə qalır burada? 36. İndi bunu bölək. Sanki niyə qışqırırsınız? 49,8. Yo, niyə qışqırırsınız? Baxın, indi bura müəlliməyə natural əhəllər istəyir bu aralıqda. 36 da bura daxildirsə, mən yazaram ki, 36 da daxildir, 37 və s. hara qədər? 49'a kadar. Aysın. Çünki 49,8 artıq o demək ki, 49'a aşıb. Və bir də bu bərabərlik olduğu üçün mən nə deyirəm? 49 da daxildir. Birə yazaq indi, neçə idi bu? 17. Aycan? 19. Bir dəqiqə, biraz fərqlilərindən yazmaq istəyirəm. 21. Sərbəst verəcəm sənə, rahat olmayın. Sərbəst? Bəli, sakit, yavaş. Baxın, bura uşaqlar. Yenə də vurma 4,5-dirsə, 2,5x çıx 6 qalır 2 bərabərliyin arasında. 9,9'u bölürəm 4,5'ə. 6,3'ü də bölürəm nəyə? 4,5'ə. 2,5x çıx 6 kiçikdir. Bunu yazıram 99 bölünə 45, çünki bunu 45 eləməliyəm. 63 bölünə 45. Vagif, hesablamırsansa sən də bir dənə tək kor eləmə. Bura neçə? 2,2. Sonra bura 9, yox, 60'ı belə elə də. Bax, bunu rahat eləmə budur. 9'a böl hamısını. 9'a böləndə bunu neçə eləyir? 7. Bunu 9'a böləndə neçə eləyir? 5. 7'ni də 5'e böləndə 1 tam, onda 4. 7'ni 5'e böləndə 1 tam, onda 4. Da 3'üm. Onda 2. Ay bala, ay uşaq, niyə özü çaşdırırsan? 9'a böləndə bunu 5, 9'a böləndə 7. 7'ni də 5'e böləndə neçə eləyir? 1 tam, onda 4. Ben bir tabanında çörəmiyim. Ay Asya. Asya 20'ni 5'e böləndə neçə eləyir? 4. Bəs sən niyə 2 deyirsən onun sonuna? Hə qızım? Ben 5'i bir alırsa üstüne de çıkarsın diye. Asya 7 böl 5. 1 tam 5. 7 böl 5 Asya. 7'nin içində 5 neçədə nədir? 1 de 1. Yazdın 1. Ha. Çıxdın 5. Ha. Qaldı nə? 2. Artdın vergül. Ha. 20'nin içində 5 neçədə nədir? 4. Ha, haçan öyrənərsən bunu? Kızım, bilirsən, hamıdan da yaxşı bilirsən. Sadəcə neçə eləyir bu da? Bu neçə eləyir? 7 tam. İşarət səhvi buraxmamışam, kamsa kiçikdə, hə. 82 bölü 25 təmiz bölünəcək bu. 74 bölü 25 bu da bölünəcək. Niyə? Çünki 25 olanda sonu 25'e bölmə 2 dənə 5'li, deməli bu onluq kəsir kimi bölünə bilir. X belə yazıram. Uşaqlar, bunu biz siz necə bir deyin? 82'nin içində 25 neçə dənədir? 3 dənə. 75. Yazırsan 3 tam neçəsə. Bax, 3 tam neçəsə. 74'ün içində 25 neçə dənədir? 2 tane. 2 tam neçəsə. Ama 3 Düzdür? tane 28 olursa. Hə? 3 tane 28. Ay sağ ol, olsun. İndi mənəyə baxın bura. Bu da 2 tam neçəsə. Mənə deyir ki, bu 2 tam neçəsə ilə 3 tam neçənin arasında nə qalıb? Bir dənədir 3. Oldu? Yaxşı, götür qızım. 27'de birincisi 150'de 150. Peki gəlib yazasan. Gəl. Tez. Burada birincisi bu tərəfi tuturuq belə. Aha. Yəni belə görürük ki, elə bir ortaya yazaq 5 qız. Aha, düz. Yaz, şey eləmə, narahat olma. İşarələr. Bəlkə.
Bu çıxma olduğuna görə işarələri dəyişəcəm. Belə. Tez. İndi 150-dən birinci çıxırıq. 35 tam. Bu azalma olduğuna görə üstünə gəldik. 35 tam onda altını. Burada da çıxırıq 150-dən. Hesablayın siz tez. 60 tam %25. Gözəl. Buraya 25 yıxırız. İşarələri qoyuruq. Bu çıxanda eləyir 114 tam onda 4. 89 tam 75. Bu da eləyir 89-75. tam %75. Gözəl. İndi burada hesablayırıq ki, əgər burada 5x almanı Tez, verirlər. yazayım. Əgər bir dənə 2x, bir dənə x olsa necə olardı? 89-u verəcək 75-i bölürük 5-ə. Gözəl. Burada da bölürük 114. Tez bölün. 5'e bölürük. Yazılı bölümde. Beyninde niye bölürsen Vagi? Burada 11-ci sinif 5 2 dəfə. Ay bana hesaplayın da siz konak gelmişsiniz. Ne taktım? Vergül 4 Ona qalır. orada Vergül 12 atırıq. tam. 4 düşür. Verir 8. Yenə də 40. 5, 5, 5, 5. 5. 40'da bölünür 5. 22, 85 yaz düzdür. 22, 85. Bunlar neçə dedi? 95, 17, 95. 17 95. Aha. Hı hı. De. İndi Deməli, 22, 85'ten küçük, 17, 95'ten büyük. Hansı ədədlər Burada aralığıdır? x olur 18. Aha. 18 və 22. 22, tamam öyle olur. 8. Ben 20. Nöqtə. 22. Gözəl, əla, aferin. Əyniş. Birinci burada baktık 25 tam 25'te 4'ün yumurtası serisi. 25 tam %16. Bölür işte orada sonra. Həll eləyin, əli yerinizə yazın, cavabları deyin. Yaz 6 tam, virgül 2, 29. 12'den %1. 6'dan 12'den %1. İndi 6 tam %29 ile 12 tam %1'in arasında nə qalır uşaqlar? Ay sağ ol. 7'dən neçəyə qədər? 11'e ver. Ay sağ ol. 12 bəkər. Ha ben 12 daxildir çünki 0-1 aşıb onu. Aha, aferin. Əli yazmazsan? İndi sən yazarsan. Yazarsan. Ben 33 Hı, təşəkkür. İlk öncə burada 12 tam 20'den 17'nin çeviri 10 kəsir. Neçəyə vurarsan? Bir dənə də onu müəllimə. İlk öncə 5'e vururuq. Vurdun 12.85 yaz hocam. Bir dəfəlik yaz. Kiçik x, 5x, biraz tez-tez əli sürətlə yaz. 28, 95. 35. Sonra ilk öncə hər iki tərəfi ilə 5'e bölürük. Niye bölürük? Çünki 5x'dir. Çünki X'imiz 5x tek olduğu qalsın. üçün. Yaz. Gözəl. Maşallah. Şöyle cevabını ben cevabını yapmışım. Tapmırsan nə gözəl, maşallah. Ay balan, sən niyə tapmırsan? Görürsən deyir tapmışam. Bəli, sən hamınız içdin. 2 tam Nemece o birinci 2 tam %7. 2 tane 57, o birisinde ise 5 tam %67. Bax, mən sənin yerində olsaydım belə eləyərdim əvvəl. Yazardım ki 12.85 böl 5 küçük x belə 28.35. Yoldaşların görsən yazırdı altdan. 12.85'i 5'e bölünür neçə elədi uşaqlar? 2 tam %57, o birisinde ise 5 tam %57. Gözəl. Bu %67. 67. 67. Əla. 67. Burada da x'i Aha. artıq keçdi 3'ü. Aferin, maşallah, maşallah. 5. Niyə 5 yazdın? Çünki mən o yüzden tam kesmirdi. Eğer 6 tam Beşi keçdi. Beşi keçdi. Ha. Əla. Ama 6 oldu. Aferin.
Kitabı koy. Kitabı ver mənə. Mənə ver. Tez biraz. Zaman gedir bizim. Aferin. Tez tez. Merterze ihtiyaç yok ama iyi. Böl 5. Tez tez. Böl 5. 0 10'a 9. Bir tam onda Kiçik. 0 10'a 4 x çık 7. Bir tam onda Kiçiktir. 1 10'da 6. Bir oldu. Merterze lazım değil. Yine çık 7 ise neyin yersen? Hemen belirlesin. Aha. Güzel. Tek kaldı bu. Aferin. Tez 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 tez. Değil mi? Ha yaz. Küçüktir. 1 10'da 6 üstte gel 7. Evet. 7 10'da 9. Tamam da değil. 7 10'da 9. Ha. 8 10'da 6. on dokuz tane kırk. Sakin. 0 10'da 4'e böleceksin. X kalır ortada. 8 tam 10'da 6. Bölünsün neye? 0 tam 10'da 4'e. Şimdi bu 7 tam 10'da 9 idi. Düzdür. 0 10'da 4'e bölende Onu dedim. 79 böldü. Ay sağ ol. Tez tez yaz burada. 19 79 böldü. Tez tez. Ha? Nerede var gibi? 19'dan 175. Ha bu yazsın sonra. Ama bu Siktir 86. 8 16. Ha 86 böldü. 86 böldü. Aha güzel. 79'u 4'e bölen ne şeylerdi? 9 tam Bir tam. 175. 21 tam 19 tane 19 75. tam %75. Orada da 21 Küçüktür. tam X onda 5. küçüktür. 17. Neçe? 21 tam onda 5. Şimdi X orada hansı aralığa var? Hardan? 19'da 21 olsun. 19 büyüktür. 19 tam %75'ten. 20'den ele yok. Hele 20 heç aralıqda ədədimi yoxdur. Deyən nə deyək istəmə. Aralıqda ədədi yoxdur. 20 21. Gözəl. Əyləş sağ ol. İndi nə işarələri bir qoy. Tez 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 tez. Sakit sakit. Tamam, iki bölmüş. İndi 7 Sonra burası 7'ni götürərsən. Niyə? Çünki orada bərabər var. 7 sonra 7, 8. 8 və 9. Əyləş. Nəhayət ki canlar. 35'te deyir ki A bölünsün 0 10'da 8 kiçikdir 28'den. Bunu həll eləmək üçün tənasüb qaydamızdan istifadə edirik. 1 yazırıq məxrəcə, çarpaz vururuq. A-nı 1'ə vuranda nə eləyir? A kiçikdir 28 vurulsun 0 10'da 8. A kiçikdir 28'i 8'e vuranda 64 6 yadda 16 22 hə? 22 tam onda 4. İndi mənə qulaq asın. Eləmə. Bizə deyir ki burada en büyük A natural ədədini tapın. Sizce burada A ne alabilir? 22. 22 onda 4'ü keçdiyi için 22'den başlayıram. 21 vesaire ara qədər. En büyüğü nedir? 22. 22. Bire kadar. İndi gəlin belə bir izahat verim. 38. Ben 33 diyorum. 38. 33'ü sen yazacaksın. 38. 3 kiçiktir. 2x kiçiktir 5. Görün ne deyir bizə? Deyir şərtini ödəyən onluq işarələrinin sayı 1'i aşmayan. 1'i aşmayan ne deməkdir? 2 olsun. Yazarsan belə. Belə. Birinci növbədə bunu həll edeyim sonra. Bircə dəqiqə. X-dir. Hər tərəfi 2'ye bölün. Buranda nə edeyim? 2'ye bölün. Düzdür? Hə. O da 0 tam. Sakin. Bu eləyir 2 onda 5. Bu da eləyir nə? 5. Ay sağ ol. Bizə deyir ki burada hansı mən nömrəydi o? 38. Hə. Deyir onluq işarələrinin sayı 1'i aşmayan ən böyük və ən kiçik onluq kəsilən cəmini tapın. 1'i aşmayan onsuz da bu bir dənə var da məndə. Düzdür? Vagif? Ona nə olacaq bu? 1 onda 6, bir də nə olacaq? 2 onda 4. 1'i aşmasın deyənə elə 1'den sonra bir dənə götürəcəm. 2 aşmayan desən 2
Deməli, bizə nə deyir burada? Sakit, sakit, gözəl balalar. Toplasam 2, 3 eləyir də, bu da 3, 4, hə? Evet. Sonra bir dənə 41'ə baxaq, 41. 41 yox, 42. Götürdün ekranımızı. 5x, 5x çıx 4 kiçikdir 31. Görək nə istəyir bizdən? Əvvəlcə tənliyimizi həll eləyək. Buna Asiya gəlsin, həll eləsin. Gəl həll eləsin, qızım. Ben kitabı götürdüm. Yox, yazmışam da kitabı nə edirsən? Aha, Orada 5'i, aha. o da 35. Aha. Ondan sonra x'i saxlayırıq, 29'u bölürük 5'e. Gözəl. 35 de bölürük 5'e. Əla. 5 tamam. 5 tamamda 8. Bu da 7. 7. İndi görə bizə nə deyir burada? Bir dənə baxım sonra. Deyir, onluq işarələrin sayı 2'ni aşmayan ən böyük və ən kiçiyi tap. 2'ni aşmayan nə demək? Ay sağ ol. Bunu da yani 2'den Aferin. Sonra 2'ni aşmayan ən böyükdən ən kiçiyi tap. En büyüğü Ən böyük. 6 tam 99. Aferin. En küçüğü de 5. Ən En kiçiyi. küçüğü de 5 tam 81. Aferin. Bunlar nə deyir, nə ilə? Cəmini tap, gəl cəmliyək. 11 yadda, 17, 18, 11, 12. Sıfır axırda bir sıfır lazım. Şuna baş O mənası yox. Misal yazar. Hı?